Salam dostlar, necəsiz? Elə bildim cücəsiz. Səsimə çox takılmayın indi. Yuxudan indi oyanmışam. Saat 7-yə 10 dəqiqə qalıb. 8-10 dəqiqə qalıb çaşdım. İndidən deyim, bu vlogda sadəcə mənim üzüm düşəcək. Mən belə deyim, digərlərin üzünün düşməyini istəmirəm. Bəlkə bir problem olar, anası icazə verər, atası icazə verməyər, belə problemlər yaşamaq istəmədiyimə görə sadəcə mən olacağım vlogda. Ancaq 20 nəfərə yaxın uşaq demək olar ki, saçımın qüsuruna baxmayın, indi oyandım, heç daramadım. Sadəcə bunları taxdım, gəldim ki, yeməyimi yeyim, əynimi dəyişim, əl üzümü falan yuyum. Yəni bu qədər. İndi isə videonun bir qismində böyük ehtimalla ya səsləndirmə edəcəm, ya da ki, sadəcə video çəkib üzərinə yazı qoymaqla davam edəcəm. Çünki evdəkilər yatır və danışanla ona narahat etmək istəmirəm. İndi isə gəlin videomuza davam edək. Görək bugün başımıza nələr gələcək. Allah Allah! Ciddi misin oğlum? Gəlmişik, hardayıq? Sabah hardayıq? Şeydəyik, qaladayıq, kitabxana belə yeri, Bookzone-dayıq. Bookzone-u getir yəni. Tamam. İndi gedirik karaoke tərəfə, üstümü çıxarmışıq. Çantamda nə var? Çağıl sınaq şeysi, sapetka şamayın aldığı. Cici kız. Bəli. Məkin şey, dodaq qələmi. Poza. İmtahandan çıxarır. İmtahandan çıxar, qələm, kitab qələm. Yine ruçka, karandaş. Ayrı bunlar. Bu nədir? Airpods. Mahnıya qulaq asmaq üçün ürəyimdir də bu. Kimlik, baxmayaq, TC-MC. Baxın ay dostlar. Ay, o. Bunda nə var? Mamamın siliozu kaşlakı. Mışı. Çok sevdi. Ay. Yo. Zor. Mışı. Çox pulum var Sen ben. bunu içersin kaç şey? Çağız var. Ədəvə, o mənim deyil, mamamın. Yeşildə hero. Bir harası. Şey göz çıxarmadı değil mi? Orada şüşələrim var idi. Mənə aç buranı. Bak burada varmış. Gizli yer, mən görmədim. Yox, gizliyə, çox gizlidir. Əsas depo buradadır. Maskara və bu orijinaldır, amma o maskara orijinal deyil. Görüşürəm. Teşekkürler. Maskariko. Bu orijinal deyil, amma o orijinal idi. İşte ben bunu götürüp. Yo. Çox şeydir. Hayır. Bəli, bu qədər. Bir də Cici kızım bu. bəli, Hello Kitty'm var. Bu hoş. Ayrıntına doğru vermişim. Bir ayna var. Sabah düşmüyor. Bu belə. Yəni bu qədərdir. Oynuyoruz bakmaya bak böyle. Tam sıra uç yaxşıydı. Bu tam sıra yaxşıydı. Gel bir qobza qalsınızda. Burada karaoke şeyler düşür aşağı bazarlara. Niye düşürürsə var? Sokak. Bəli, sokağıma düşürür çünkü 40 qəpik bir 80 min 40 manat qəpiklədir. 40 qəpik ayrılır 2 manat verir. Çok zorumuza geçti gedirələri almağa. Bəli, gəldik maşın yerinə. Çox tez olduğumuza görə kəmdən. Ben kendimi kaptırdım.
Gülməkdən. Düşməyə çalışdıq amma yox, düşəməyəcək. Düşəməyəcək. Yaş gəl. Düşməyə çalışdıq, düşə bilmədik. Ona görə normal ayaq pək yoxdur. İndi nə alacağımızı bilmiyorum. Sən çəksə biraz da mən həmişə çəkdim mən. Çevir kamerası. Böyürsə. Hə. Ayran bana. Ayrın gözün qabağındadır. Məsələn, bundan 2 dənə alsaydı 600 min. Biz 180 milliyə verdik. Ya sadə ayran götürək. Bunu bizə 2 manata sordular. Al. Alsan. Başqa nə alaq? Sən nə alsan? Mən oradan Yox, soxurum. yox. Bunu bu 1 manat. Bunu da 1 manat 50 qəpik. Bunu 1 manat 50 qəpik. Görsən qarpızlı var. Zənnetimlə. İndi bunu götürürəm. Sənə götür, hə, kol. 1 manat 29 qəpik. Babi. Sabahın 12'si tuttu. Mən orada şəkil çəkdim. İndi gəlmişik Qarkomun qabağına. Şəkil çəkdirəcəyik. Hava çox bombadır, amma biz bomba deyilik. İndi gəlmişik Gəncə mola, çünki bilmirik belə uşaqlarda. Mənim dostlar, bu gün Səba ilə ilk dəfədir mən bir dostuma saat bu qədər gec qalmışam. Bu mama mincək vurdu ki, hardasın. Normal saat 4 olan kimi evə gəl. Və ilk dəfə Səba ilə şeylədik, gəldik bu günləri. Biz getdik Kofemaniyada otur. Ay Kofemaniyada yox, çaşdım. Jemardində oturduq, Jemardində. Qiymətlər maşallah idi. Çox sağ olsun müəllimlərimiz bizə kömək elədi. Müəllimlərimizlə oturmuşduq. Səba ilə nəsə tanış olduğumuzu danışacağam. Hə. Tərəfə gəl. O tərəfdə çox adam var, hərdən çox adam gəlib gəlir. İndi Səba ilə nətər tanış olmuşuq. Mən illərdir Rəfiqə müəllimin yanına gedirəm. Canım müəlliməm. 6 ildir. Səba da bu ildən gəlibdi. Və biz, bilməm, səbəbsiz ilə çox yaxın olduq. İlk mənə o yazdı, dərsliyə soruşurdu. Və sonradan dost olduq. Bəli. Bir də mənə bu sənəmi gəlmişdim ilk dərsdən. Deyib gülürdü hamıya. Bəli, çünki mən hamilə səmimiyəm. Qolum əsir, çünki qolum ağrıyır. Kamera ona görə üzür sayın. Heç kimə yazmadım, utandım. Amma Fatimə yazanda utanmadım. Çünki mən hamilə səmimiyəm. Hə, indi çox şəxsi söhbətlər eləyəcəyik. Je peux l'aimer, mais tout cela ne reste qu'un souhait.